Oç günə yüksək enerji ilə başlasanız da diqqəti toplamaqda çətinlik çəkə bilərsiniz. Səhər saatlarında vaxtın düzgün idarə olunmaması işlərin təxirə düşməsinə səbəb ola bilər. Sosial mühitlər müsbət təsir göstərsə də lazımsız mübahisələrdən uzaq durmaq tövsiyə olunur. Eş münasibətlərində partnyorun fikirlərinə dəyər vermək vacibdir. Buğa bölçləri bugün özlərinə qapanaraq daxili aləmlərini nizamlamaq istəyəcəklər. Maddi məsələlərdə qənaətcil yanaşma uzun müddətli rahatlıq gətirə bilər. Eş həyatında anlayış və rəhmət ön plandadır. Keçmişdən gələn duyğusal qarşılaşmalar diqqətlə dəyərləndirilməlidir. Əkizlər üçün sosial dairələrdə ünsiyyət və fikir mübadiləsi diqqət çəkəcək. Yeni ideyalar və komanda işində iştirak uğur gətirə bilər. Eş münasibətlərində yumor və pozitivlik önəmli rol oynayır. Yeni tanışlıqlar maraqlı bir dönüş nöqtəsi ola bilər. Xərçənglər bugün ailə və məsuliyyət sahəsində çətinliklərlə qarşılaşa bilər. İş yükü artarsa yardım almaqdan çəkinməmək tövsiyə olunur. Emosional böhranlar qarşısında empatiya və səbir vacibdir. Həm işdə, həm də sosial mühitdə liderlik qabiliyyəti ilə seçiləcəksiniz. Güclü özlüyündən önə çıxsa da ego ilə qarşılamasına diqqət yetirilməlidir. Eş həyatında ehtiras və cazibə artacaq.